7-ci sinif. 7-ci sinif kitabının növbəti mövzusu ilə davam edirəm. Əvvəldə həmişəki kimi xatırladım ki, ödənişsiz qrupumuza üzv olmamısınızsa, qrupa üzv olun. Linki açıqlama qismində qeyd edirəm. Və yaxud da QR kod istəyirsinizsə, əvvəlki videolara baxın. Videonun əvvəlində qeyd eləmişəm. Eyni zamanda sonsuz dövrü onluq kəsirin yuvarlaqlaşdırılmasıdır mövzumuz. Bax, buna aid qayda PDF istəyirsənsə, bu mövzuya gəlirsən videonun, bu mövzusunu, qayda PDF-ini paylaşmışam. Oradan əldə edib əvvəla öyrənirsən, ondan sonra dərsimizə baxırsan. Və ya dediyim kimi, qrupumuza üzvsənsə, zaten qrupa mən PDF-i vərəq şəklində göndərmişəm. Ümumi PDF-ləri istəyirsinizsə, yəni bütün kitab olaraq, yəni tək-tək vərəq yox, bütün kitab olaraq, onda nömrəyə yaz, əldə et. Biz isə başlayaq dərsimizə. Deməli, deyir ki, verilmiş ədədləri qeyd olunan mərtəbəyə qədər yuvarlaqlaşdır. Gəl biz də baxaq. Qeyd olunan mərtəbə 7-dir. Biz yuvarlaqlaşdırmanın qaydasına yadımıza salaq ki, qeyd olunan mərtəbədən, bax burada da onsuz da göstərilib, mərtəbədən sonraki mərtəbəyə baxırıq. Əgər bu mərtəbə 4-dən böyük ədəddirsə, bax, 4-dən böyük ədəddirsə, onda, daha doğrusu böyükdür, 4 yazmalıydıq da, onda həmən bu qeyd olunan mərtəbə bir vahid artır. Nə əmələ gəlir, dəyərli şagirdim? Gəl baxaq. Əmələ gəlir, demək ondan qabaqdakıları yaz. O heç. Deməli, 75, bu 7 dönür 8-ə və ondan sonrakılar dönür 0-a. Biz bilirik ki, zaten 0 yazılmır sonra. Deməli, bunun cavabı oldu bu şəkildə. Bura baxıram, ondan qabaqdakıları yazıram. Və qeyd olunan mərtəbədən sonraya baxıram. 4-dən böyükdürsə, qeyd olunan mərtəbəni bir vahid artırıram. Olur 7. Ondan sonrakıları 0-la əvəz edirəm, lakin 0 yazılmır. Deməli, cavabımız olur bu şəkildə. Burada əvvəlkiləri yazıram, o heç. Qeyd olunan mərtəbədən sonra 4 deyirdiniz, müəllim, 4-dən böyükdürsə, bəs 4-ün özü olanda, 4-ün özü olanda qeyd olunan mərtəbəni olduğu kimi saxla. Vəssalam, o biriləri də yazmırıq. Bura baxırıq, 18, 2, 1, qeyd olunan mərtəbədən sonraki ədəd 4-dən kiçikdirsə, yenə qeyd olunan mərtəbə olduğu kimi qalır. O birisini isə yazmırıq. Bura baxıram, 0, 6, 1, qeyd olunan mərtəbədən sonraki rəqəm 4-dən kiçik olduğuna görə olduğu kimi qalır. Bunu isə yazmıram. Bura baxıram, 1,6, 8, qeyd olunan mərtəbədən sonraki ədəd 4-dən böyük olduğuna görə qeyd olunan mərtəbə bir vahid artır, olur nə? 4. O birisiləri yazmırıq. Burada 1, 0, 4. 4-dən sonraki ədəd, rəqəm daha doğrusu, 4-dən böyük ədəd olduğuna görə bu 4 bir vahid artır, olur 5. Bundan sonrakıları isə yazmıram. Yadınızda saxlayın ki, vergüldən sonrakıları yazmırıq. Vergüldən qabaqdakılar əgər qalıbsa, onları 0-la əvəz edəcəyik. 13-cü çalışma. Deyir, onluq kəsirləri qeyd edilən mərtəbəyə qədər yuvarlaqlaşdırın. Biz bunun üçün, əvvəla mən bunun üçün bir qeyd kitabçası açmaq istəyirəm. Daha doğrusu gəlin belə eləyəcəm. Gəlin belə eləyəcəm. Niyə? Çünki burada iş çoxdur. Qarışmasın kitabdan. Bax, birinci nə eləməlisən? Bu 0 birinci A bəndini yazıram, düzdür? Biraz bunu belə bir şey eləyim. Bax, birinci növbədə bu 0 dövrdə 3-ü əvvəla açıq şəkildə belə yazacam. Sonra mənə nə deyir? Deyir ki, onda birlərə qədər. Onda bir mərtəbəsini qeyd eləyəcəm. Bayaqları dedim ki, bu zaman deməli, ondan əvvəlkini köçürdürəm, qeyd olunandan sonraki rəqəmə baxıram. 4-dən kiçikdirsə, qeyd olunan rəqəm olduğu kimi qalır. Ondan sonrakılar isə atıram. Deməli, oldu belə. Növbəti 2 tam, A bəndini yazıram hələ. 2,1 dövrdə 3. Deməli, mənim birinci işim bunu açıq vəziyyətdə yazmaqdır. Sonra onda birləri qeyd eləyirəm. Yuvarlaqlaşdıranda da
Ondan sonra 4-dən kiçik gəldiyinə görə olduğu kimi qalır. Ondan sonrakılar isə 0 olur. Sonra 3 tam dövrdə 5. Əvvəla bunu 3 tam 5, 5, 5 və s. yazıram. Onda 1-i qeyd edirəm və onda 1-dən sonrakı rəqəm 4-dən böyük olduğuna görə bu onda 1 dönür 6-ya. O birlər isə yoxa çıxır. Növbəti 3 tam 0, 5. Aha, burada birinci bunu açıq yazsam 5-lər təkrar olunur. Onda 1 mərtəbəsi budur və ondan sonra 4-dən böyük ədəd olduğuna görə bu 0 dönür 1-ə, növbətilər isə sıfırlaşır. Yəni yoxa çıxırlar daha doğrusu. Sonra 8 tam, onda 2 dövrdə 1. Deməli 8, 2, 1, 1. Onda 1 mərtəbəsi 2-dir. Bunun üçün 8-i yazıram. 2-dən sonrakı rəqəm 4-dən kiçik olduğuna görə 2 olduğu kimi qalır. Qalanlarını yazmırıq. Növbəti 19 dövrdə 4. Əvvəla bunu 19, 4, 4 yazırıq. Sonra mərtəbəmiz, yox üzrlüsən, onda 1 deyirdi. Mərtəbəmiz budur. Və bundan sonraki rəqəm dedim ki, 4-ün özü olanda da artım olmur, 4 şəkildə qalır. Digərlərini isə yazmırıq. Növbəti B bəndinə keçirik. Bunun üçün yeni səhifə açıram. B bəndi. Burada isə bizə %1 deyir. Aha, gəlin belə eləyək. Yox, eyni rəqəmlər deyil. Hə, nəysə. Deməli, yenə 0 dövrdə 3. Yenə mən bunu 0, deməli, 3, 3, 3 yazıram. %1 bu dəfə yadınızda saxlayın ki, ikinci rəqəm olacaq və yenə 4-dən kiçik olduğuna görə bu qeyd elədiyim rəqəm olduğu kimi qalacaq. Növbəti 4 tam dövrdə 0,7-dir. 4, 0,7, 0,7 yazıram. %1 dedim ki, ikinci yerdə dayanır və bundan sonraki 4-dən kiçik olduğuna görə 7 olduğu kimi qalır. Ondan sonrakıları isə yazmıram. Sonra 6 dövrdə 8, 6, 8, 8, 8. Aha. İkincini qeyd eləyirəm. Bundan sonraki 4-dən böyük olduğuna görə bu 8 dönür 9-a. Növbəti 12 dövrdə 7. 12, 7, 7 yazıram. İkincini, bir dənə də 7 yazım. İkincini qeyd eləyirəm. Və bundan sonraki 4-dən böyük olduğuna görə 7 çevrilir 8-ə. Ondan sonrakını isə yazmırıq. Sonra 2 tam 6 dövrdə 2. 2, 6, 2, 2, 2 yazıram. İkincini qeyd eləyirəm. Və bundan sonraki 4-dən kiçik olduğuna görə 2 olduğu kimi qalır. Növbəti 1 tam 0, 3. 1, 0, 3, 0, 3 yazıram. İkincini qeyd eləyirəm. Və 1, 0 yazıram. Bu 3-dən sonra 4-dən kiçik elədiyinə görə 3 olduğu kimi qalır. C variantına baxaq. C variantında bu dəfə mində birlər. Yadımızda saxlayaq. Mində birlər 3-cü yerdə dayanır. Aha. Deməli, mində biri qeyd eləyirəm və bundan sonraki, daha doğrusu üzrlü sayın, bundan sonraki 4-dən kiçik olduğuna görə bu 2 olduğu kimi qalır. Növbəti 3, onda 2 dövrdə 4. 3, 2, 4, 4, 4. Üçüncü yeri qeyd eləyirəm və bundan sonraki 4 olduğuna görə bizim bu 4-ümüz qalır. Sonra 4 dövrdə 1-dir. 4, 1, 1, 1, 1. Üçüncü yeri qeyd eləyirəm. Bundan sonra 4-dən kiçik olduğuna görə olduğu kimi qalır. Sonra 1, 9 dövrdə 6, 1, 9, 6, 6, 6. Üçüncü yeri qeyd eləyirəm. Və 1, 9, 6. Bu 6-dan sonra 4-dən böyük ədəd elədiyinə görə bu 6 dönür 7-yə. Növbəti 20,5. Daha doğrusu dövrdə 5. Bunu açaq. 20, 5, 5, 5, 5 və buradan xəttimizi çəkdik. 20,
5, 5. Bu 5 isə dönür 6-ya. Növbəti sonuncu 9, 728-dirsə, 728, 728 təkrar olunur və üçüncü yeri qeyd eləyirəm. Sonra 9, 7, 2, üzülürsən, üçüncü yer bura deyil. 8 olandı, biraz tələsdim. Aha. Deməli, bu 8 dönür nəyə? 9-a. Bəli. Və salam. Bu çalışmamızı bitirdik. Görək 14-də nə deyir, dəyərli izləyicilər? Bunu yeni səhifəni açın. Deyir ki, onluq kəsirə çevirin və %1-lərə qədər yuvarlaqlaşdırın. Deməli, dəyərli izləyicilərim, dəyərli şagirdlərim, biz onluq kəsirə çevirməsini qabaqçı səhifədə işləmişik bu barədə. Necə dedik, yadımıza salaq. Dedik ki, bunun üçün surəti məxrəcə bölürük əvvəlcə. Biz də bunları artıq bilirik deyən, artıq bu hissədə bunu detallı deməyəcəm. Artıq çünki növbəti əvvəlki videoda bunu eləmişik. Deməli, 9-da 7. İndi bunu 7-ni əvvəlcə siz vərəqdə 90-a bölürsünüz və yaxud da kalkulyator müəlliminiz icazə verirsə eləyə bilərsiniz. Və mənə deyir ki, sonra alınanı %1-ə qədər. %1 nə idi dedim, ikinci yerdəki idi. Aha, onda gəl yuvarlaqlaşdıraq. Bu 7, 7-dən sonraki 4-dən böyük olduğuna görə 8-ə çevrildi. Və salam. İndi buna baxaq. 2 tam 90-da 17. Əvvəla 17-ni bölürəm 90-a. Bu eləyir. Deməli, qabağına 2 tam yazıram. 1, 8, 8, 8 və s. gedir. Sonra %1 dedim ki, virgüldən sonra ikinci rəqəmdir. Bunu da çevirəndə bildiniz ki, bu 8 sonraki rəqəmə görə 9-a çevrilir. Növbəti mənfi 3 tam 18-də 11. Neyinirik? 11-i 18-ə bölürük. Qarşısına mənfi 3 tamı yazmağı da unutmuruq. 1, 1, 1 və s. Sonra %1 buradır. Amma ondan sonra 4-dən kiçik ədəd gəldiyinə görə biz onu dəyişmirik. Növbəti mənfi 36-da 7. Bunun üçün də 7-ni bölürük 36-ya. 0 tam 19. 4, 4. Növbəti bəndə baxsaq. 2 tam 45-də 10. Deməli, nə etməliyik biz, dəyərli şagirdlər? 10-u 45-ə bölməliyik də. Deməli, qarşısına 2 tam yazıram və 10-u 45-ə böləndə də bu şəkildə 2-lər davam eləyəcək. Mənə deyirdi %1. %1 ikinci yerdə dayanan idi. Bunu davam eləyək sonra. Video dayanmışdı ona görə. Bunu davam eləməmişik. Bunu davam eləyək sonra buna qaydaq. Deməli, burada nə baş verir? 9-dan sonraki 4 olduğu üçün 9 olduğu kimi qalır. Bax, belə. Qaydırıq bura. Burada da 2-dən sonraki 4-dən kiçik olduğuna görə 2 olduğu kimi qalır. Növbəti bənd mənfi 5 tam 9-da 8. Deməli, 8-i 9-a böləcəyik. Və qarşısına da mənfi 5 tam yazırıq. Burada da 8-lər davam edir. İkinciyə gəlirik. Əlbəttə ki, bundan sonraki 4-dən böyük ədəd olduğuna görə bu bir vahid artır. Belə. Deyir ki, kalkulyatordan istifadə etməklə kəsirin sürətini məxrəcinə bölün və kəsirin dövrünü müəyyən edin. Kəsirin sonsuz dövrü onluq kəsinə yazın. Biz bayaq 14-cü çalışmada elədiyimiz işi təzədən burada görəcəyik. Amma bu dəfə kalkulyatorun köməkliyi ilə. Deməli, sizdə də yəqin kalkulyator var. Bölək. 13-ü bölək 90-a. Düşdü 0 tam
1, 4, 4, 4 gedir. Deyirdi, dövrünü müəyyən edin. İndi biz bunu birinci qısa şəkildə yazsaq, 1 mötərizədə 4 yazmış oluruq axı. Onda siz dəftərinizə yazırsınız ki, dövrü 4. Yəni belə yazandan sonra həm də dövrü şəkildə istəyirik ona görə. Sonra 11-də 25. Deməli 25-i bölürük 11-ə. 2 tam 27, 27 davam eləyir. Bunu qısa şəkildə 2 tam mötərizədə 27 yazacaqsınız. Dövrü isə 27 olacaq. Mənfi 45-dən 19. Neynirəm? 19-u bölürəm 45-ə. Mənfi 0 tam 4, 2, 2, 2 gedir. Deməli, mənfi 0 tam 4 yazıram. 2-ni mötərizədə yazacaqsınız. Və dövrü bu şəkildə yazacaqsınız. Dövrü 2 yazacaqsınız. Mənfi 18-də 29. Aha. Deməli, neynirəm? 29-u bölürəm 18-ə. Mənfi 1 tam 6, 1, 1, 1 və s. gedir. Deməli, mənfi 1 tam 6, bu bərabərlikdir ha. Dövrü də 1 yazıram. Siz dövrü əlavə olaraq 1 yazacaqsınız. Sonra 9-da 40. Neyinirik? 40-ı bölürük 9-a. Düşür 4 tam 4, 4, 4. Bunu qısa şəkildə 4 mötərizədə 4 və dövrü də 4 yazacaqsınız. Növbəti 111-də 5. Deməli 5-i bölürük 111-ə, dəyərli şagirdlərimiz. Düşür 0, 45, 0, 45 və s. Bunu da qısa şəkildə 0 mötərizədə 45 yazacaqsınız, 0,45 yazacaqsınız və dövrü olaraq 0,45 yazacaqsınız. Mənfi 135-də 232. Deməli, gəlirəm 232-ni bölürəm 135-ə. Düşür mənfi 1. Deməli, 7, 1, 8, 5, 1, 8, 5 və s. gedir. Bax, bunu necə yazaq? Mənfi 1 tam. Bax, deməli, 7 təkrar olunmur, amma 1, 8, 5 qrupu təkrar olunur. Deməli, bunun dövrü nə oldu? 185. Aha, gəldik məsələlərə. Məsələləri də buradan yazmaq istəyirəm elə, çünki kitabın özündə yer yoxdur. Deməli, bizə nə deyir? Gəlin bir məsələni oxuyaq, dəyərli şagirdlərimiz. 16. Sinifdə 24 şagirddən 14-ü riyaziyyat fənni üzrə olimpiyadanın məktəb turunda iştirak etdi. Şagirdlərin neçə faizi məktəb turunda iştirak etdi? Biz faizi tapanda nə edirdik? Həmən bu istifadə elədiyi 14-ü 24-ə bölürdük. Niyə? Çünki 24 nəfərdən 14-ü iştirak edib kəsir şəklinə salırdıq. Və faiz istədiyinə görə vur 100% yazırdıq. Aha, indi bunu təbii ki də görürsünüz cavablara baxan, yəni bu şəkildə ya onluq kəsir, ya dövrü kəsir şəklində yazmaq lazımdır. Biz bunun üçün əvvəla biraz burada ixtisarlar falan edək. Necə edək? Məsələn, deməli 14-dən 24-ü 2-yə ixtisar eləyərik. Burada qalar 12, burada qalar 7. 12 ilə 100-ü də 4-ə ixtisar eləyərik. Burada qalar 3, burada qalar 25. İndi bax, məxrəcdə 3-dür, sürətdə isə 7-ni 25-ə vurarıq. Cavabımız 175-dir. İndi mən bu 175-i belə çıxır ki, 3-ə bölməliyəm ki, kəsirə çevirə bilim də, elə deyil. Çevirəndə də bu 58 tam düşəcək, lakin 3 davam eləyəcək. Mən də bunun qısa şəkildə yazılışını bilirəm axı. Necə olacaq? 58 dövrdə 3%. Yəni, dəyərli şagirdlərimiz, birinci verilən ədəd. Gəlin, mən sizə bunu hətta burada işarə edeyim. Bu bizim
cavabımız olacaq. 17-ci tapşırığa baxaq. Verilən ədədlərin diaqramın hansı hissəsinə uyğun olduğunu müəyyən edin. Deməli, yəni bax, biz buna oxşar deyəsən əvvəlki səhifələrdə eləmişdik. Hər birinin rasional ədəddirmi, tam ədəddirmi, natural ədəddirmi ona aid olduğunu soruşur. Gəlin mən sizin üçün bir-bir yazım. Deməli, əvvəla qeyd eləyək ki, rasional ədəd, sözlə yazacağam, yaxşı. Deməli, mənfi 2/4 yadımızda saxlayaq ki, daxildir nəyə? Rasionala. Rasional. Siz əslində dəftərinizdə bunu çəkib içərisində də yaza bilərsiniz. Bax, mən sizə onu da eləyəcəm. Onu dəftərinizə çəksəz, mənə elə gəlir ki, müəllimlərinizin daha çox xoşuna gələr. Amma belə də yaza bilərsiniz. Birinci belə yazaq. Deməli, 57 nəyə daxildir? Naturala. Mənfi 1/3 rasional. Yadınızda saxlayın. Onluq kəsir, dövr onluq kəsir rasionaldır. 2/0/5 dövr olduğuna görə rasional. Mənfi 14. Baxın, mənfi və tam olduğunu, naturalın mənfisi. Yadınızda saxlayın, naturalın mənfisi tamdır. Naturalın mənfisi tamdır. Belə kəsir şəklindədirsə rasionaldır. Bu da naturalın mənfisidirsə nə idi? Tamdır. Naturalın özüdürsə elə naturaldır. İndi gəlin mən sizə bunu şəklin üstündə də çəkəcəm. Baxın, bunu şəklin üzərində çəksəz hesab edirəm ki, çox super olacaq. Bax, elə sizin şəklinizin üstündə çəkirəm. Siz də dəftərinizə bunu, şəklini bu şəkildə köçürdün, amma natural ədəd, tam ədəd, rasional ədəd sözlərini balaca yazarsınız ki, belə dairənin içini hamısını tutmasın. Aha, indi gəlin yerləşdirək. Mən biraz bunu nazikdir. Aha, baxın, necə yazacaqsınız? Mənfi 2/4 hara daxil eləmişdik rasionala? Rasionalın bax, yaşıl olan hissəsinə qeyd eləyəcəksiniz. Bax, bura. Sonra 57 naturalın içinə qeyd eləyəcəksiniz. Mənfi 1 bu olacaq burada. Bax, bu olacaq burada. Onları siz dəftərinizə bu şəkildə qeyd eləyə bilərsiniz. Kəsirlər hamısı olur rasionalın içində. Mənfi 3 burada və 100 burada. Və salam, gördünüz, daha rahatdır. Və səhifənin sonuncu məsələsinə baxırıq. 18. Deyir ki, deməli, şəkildə bərabər yanlı üçbucaq və onun tərəflərinin uzunluqları santimetrlə verilib. Bu üçbucağın hansı tərəfləri bərabərdir? Təbii ki də birinci bunların hamısını eyni vəziyyətə gətirək, ya kəsir formasına, ya belə deyim, onluq kəsirə. Amma gəlin biz onu, bax, buradakı birinci tərəf bu AB-nin tərəfidir də, baxın, buradadır. Baba, burada AB-nin. Görürsünüzmü? Uclarını yazıram. İkinci 2 var. 3/11-də 2. Gəlin mən bunu da dövrü onluq kəsir şəklində yazdım. Bunun üçün 2-ni neynirdim? 11-ə bölürdüm. Deməli, bu eləyir 3/18 davam eləyir və biz bunu dövrdə 18 kimi yazırıq. Bu isə BC tərəfidir. AC tərəfi isə özü verilib 3/1 dövrdə 8. 3/1 dövrdə 8. İndi deyirdi ki, hansı tərəfləri bərabərdir? Təbii ki də görürük ki, AB tərəfi ilə BC tərəfi bərabərdir. Deməli, baxın,
AB bərabərdir BC-yə. Lap istəyirsiniz buradan yazaq sualın cavabı kimi. AB bərabərdir BC-yə. Sonra deyir ki, üçbucağın bərabər tərəfləri üçüncü tərəfdən uzundur, yoxsa qısadır? Aha, deməli müqayisə eləmək istəyirik. Yəni bu buradan uzundurmu, qısadırmı? Bunun üçün biz 3 tam dövrdə 18-i belə yazacağıq. 3, 18, 18 və s. Bunu isə açılışını 3, 1 qalır, amma 8-lər davam edir. Təbii ki, bu ədəd bundan kiçikdir. Onda nə yazırıq? Yazırıq ki, qısadır. Və ya bunu siz belə də yaza bilərsiniz. AB bərabərdir BC-yə, amma bu ikisi də kiçikdir. Nədən? AC-dən. Amma buradakı kimi sözlə soruşursa, qısa sözü də yaza bilərsiniz. Aha, belə də yaza bilərsiniz, belə də yaza bilərsiniz. Və nəhayət növbəti sual, A bucağı yoxsa B bucağı daha böyükdür? Aha. Dəyərli şagirdlər, yadınızda saxlayın ki, böyük tərəfin qarşısında dayanan bucaq da böyükdür. Bizim tərəflərimizdən bu tərəf, bu biri tərəfdən kiçikdir. Düzdürmü? Çünki bir də bayaq yazdıq da ki, bu tərəf bu tərəfdən kiçikdir. İndi bu tərəfin qarşısında nə dayanır? A. Bu tərəfin qarşısında nə dayanır? B. Deməli, A, bucaq A kiçikdir bucaq B-dən. Belə dəyərli şagird, növbəti səhifəni növbəti videoda izləyərik.